Şəmkirdə bıçaq xəsarəti alan qız xəstəxanada dünyasını dəyişib. Rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Nərmin Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə qızın valideynləri onun bugün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Lakin bundan bir qədər sonra yeniyetmə öz həyatyanı sahələrindən yaralanmış şəkildə tapılıb. Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır. Azərbaycanda 2 məktəb müəllimi dünyasını dəyişib. Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbində uzun illər çalışmış, təqaüddə olan rus dili müəllimi Sədaqət Yusifova vəfat edib. Eyni zamanda Oğuz rayonunun Padar kənd tam orta məktəbinin riyaziyyat müəllimi Güləbatın Çələbiyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.